Azərbaycanda adla tanınan bir kebabçı var, onun yerinə gəlmişik. Kebabçı Seymur Usta. Beyləqan ətindən şedevr hazırlayır, özü də buradadır. Seymur Ustanın adını çox eşitmişdim, özünü və əl işlərini də axır ki görə bildim. Deyilənə görə ət mövzusunda türklərin məşhur nüsrətinə dərs keçər. Məkanda adam ilk olaraq beyləqan quzuları və qazan yeməkləri qarşılayır. Fərqi yoxdur, acsan, toxsan, buranın yeməklərinə dayanmaq olmur. Biz də dayana bilməyib bir neçə ləzzətin dadına baxdıq. Sacda verilən qaymaqlı, göbələkli can əti və çəpiş buğlaması haqda uzun-uzadı danışmayacağam. Ət o qədər gözəl bişmişdi ki, su kimi axıb gedirdi. Elə bil dişinə çəkən kimi özü sürüşüb düşürmədiyə. Əsas məsələ kebablardır. Amma sizə deyim, buranın kebablarının mənim tərifimə ehtiyacı yoxdur. Onsuz da bilənlər bilir, bilməyənlər də dadına baxıb təsdiq eləyə bilər. Seymur Ustanın məşhur rulet kebabı var. Dananın can ətindən hazırlanır. Bir də içi döymə ilə doldurulan dolu bağırsaq məşhurdur. Rulet bir azca duzluydu, amma dad üst səviyyədə. Ət adamın əlində paralanır. Döymə ilə dolu bağırsaq açığı mənim ağız dadıma uyğun olmadı, amma bunun da öz sevənləri var. Ümumi götürəndə tam səmimi yeməklərin keyfiyyətindən çox razı qaldıq. Bura ailəvi restorandır. Məkanda canlı ifalar olur. Kabinetləri var. Bildiyim qədər çox məşhur adamlar. Hətta bəzi məmur və nazirlər də Seymur Ustanın kebablarının heyranıdır. Bura Neftçilər Razin yolunun üstündə Bravonu keçən kimi sağda yerləşir. Yadda saxlayın, lazım olacaq.